Bu yay Nabranda yerləşən təhsil istirahət mərkəzində istirahət etmək imkanı qazandım. Bunun üçün mən müraciət etmişdim Həmkarlar İttifaqına, onlayn müraciət etmişdim. Müsbət qarşılanandan sonra, yəni biz ailəmlə ora getdik. Açığı mən həmin mərkəzdə ilk dəfə idi olurdum. Burada bizim istirahətimiz yüksək səviyyədə təşkil olunurdu. Gün ərzində 3 dəfə müxtəlif çeşidli yeməklərlə təmin olunurduq. Bundan əlavə biz gün ərzində 2 dəfə dəniz gəzintisinə çıxırdıq. Düşünmürdük ki, bu qədər xoşumuza gələcək və bu qədər yadda qalan bir istirahətimiz olacaq. Gülərüz personal o qədər xoşumuza gəldi ki, həm təbiəti, həm oradakı xidmətlər o qədər bəyəndik ki, həqiqətən də o bir həftə necə gəlib keçdiyini hiss eləmədik. Burada yerləşən korpuslar, koteclər, yeməkxana, voleybol və futbol meydançaları, eyni zamanda qapalı və açıq hovuzlardan istifadə etmək imkanı qazandım. Həm özüm, həm də övladlarım burada sosiallaşaraq yeni dostlar əldə etdik. Orada biz sözün əsl mənasında istirahət etdik. Yəni övladlarım, həyat yoldaşım oranın təmizliyindən, yeməklərindən, əyləncələrindən çox razı qaldılar. Orada istirahət üçün, yəni az yaşlısından tutmuş, yaşlısına kimi hər bir kəsi nəzərə almışdılar. Oradan ayrılanda oranın təəssüratlarını bölüşmədiyim adam qalmadı. Belə bir şəraiti bizim üçün yaratdılar ki, biz müəllimlər yeni dərs ilində yaxşı enerji ilə dərs keçmək üçün enerji topladıq. Bu şəraiti bizə yaradan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına dərin təşəkkürümü bildirirəm.